قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم وإذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداعي إذا دعان فليستجيبوا لي وليؤمنوا بي لعلهم يرشدون. وقال رسول الله صلى الله عليه وسلم الدعاء سلاح المؤمن. Əziz müsəlmanlar, mənim və sizi hidayət edən Allah Azze və Cəlləyə həmd edirəm. Bizi cəhalətin, şirkin, küfrün, haramların bataqlığından çıxardıb vəhyin aydınlığa yönəldən Allah Azze və Cəlləyə həmd edirəm. Yer üzündə 7 milyard, 8 milyard yaşayan qullarının əksəriyyətinə vermədiyi neməti bizə öz lütfü ilə verən Allah Azze və Cəlləyə həmd edirəm. Əziz müsəlmanlar, öz nəfsim və sizə Allah Azze və Cəllənin üzərimizdə nə cür əzəmətli bir neməti olduğunu xatırlatmaq istəyirəm. Həqiqətən, İslam neməti dünyada verilən nemətlərin ən şərəflisi, ən əzəmətlisi və qul üçün ən faydalı olandır. Çünki bizlər etiqad edirik ki, bu nemətin bizdə sabit qalması səbəbi ilə Allah Azze və Cəllə dünyada, axirət günü dünyada əvəzə olmayan nemətlərin, dünyada axirətlə müqayisə edilməyəcək dərəcədə verilən naqis nemətlərin daha gözəli, daha əbədisi, daha pakı və daha xeyrisi bizə veriləcək. Və bundan da ziyadə Allah Azze və Cəllə əbədi olaraq bizdən razı olacağını bildirəcək. Bundan da ziyadə Allah Azze və Cəllə öz vəkini möminlərə göstərəcək. Və bizlər etiqad edirik ki, bu nemətin bizdə qalması səbəbilə dünyada çəkdiyimiz bütün sıxıntılar unudulacaq. Çəkdiyimiz bütün əziyyətlər sona çatacaq. Və bizlər etiqad edirik ki, Allah Azze və Cəllə bizə əsla qəzəblənməyəcək, bizdən əbədiyyən razı olacaq və bizlər o gün Rəbbimizin nuru ilə nurlanacaq, onun bizə verdiyi nemətlərlə fərəhlənəcək. Əziz müsəlmanlar, amma bu saydığımız gözəlliklər çatmaq üçün, Allah Azze və Cəllənin o nemətlərini dadmaq üçün bizlər bu dünyada Allah Azze və Cəllənin verdiyi bu əzəmətli neməti qoruyacağıq. Rəbbimizin bizə bəxş etdiyi bu nemətin şükrünü həm dilimiz ilə, həm qəlbimiz ilə, həm də o nemətin Rəbbimizin istədiyi kimi təsərrüf edilməsinə verəcəyik. Allah Azze və Cəllə bu neməti bizdə nə cür görmək istəyirsə, o neməti o cür özümüzdə saxlayacaq. Çünki ağıl sahibi insanlar özünə nemət verən kəsə təşəkkür etməyə lazım olduğunu bilir. Bu bizim fitrətimizə yerləşdirilib. Və bizlər etiqad edirik ki, ən böyük nemət verən də Əl-Vahhab olan, Əl-Hədi olan, Ər-Razaq olan Rəbbimizdir. O ki, həm İslam nemətini, həm də bunun altında digər bir çox nemətini bizə bəxş etmişdir. Və bizlər də ağıl sahibi insanlar olaraq digər dünyavi nemətlərə həmd etdiyimiz kimi, İslamdan daha kiçik nemətlərə həmd etdiyimiz kimi, İslam nemətinə həmd edəcəyik. Və İslam nemətinə həmd etməklə yanaşı, əlimizdən gəldiyindən artıq edəcəyik ki, bu nemət ölüm bizə gəlincəkdə bizdə qalsın. Belə olarsa, Allah Azze və Cəllə bizi sabit edər, bizim canımızı müsəlman kimi olar və bayaq saydığımız nemətlərini bizə bəxş edər. Və əziz müsəlmanlar, İslamın bizdə sabit qalması üçün səbəblər çoxdur. Və bugün o səbəblərdən bəlkə də ən önəmlərindən biri olan məsələyə toxunmaq istəyirəm ki, bu da bizim Rəbbimizə dua etməmiz, Rəbbimizlə danışmağımızdır. Və bəlkə də bugün müsəlmanların ən çox qafil qaldığı, ən çox cahil qaldığı məsələlərdəndir ki, Rəbbimizlə aramızı düzəldə bilmirik. Oxuduğum ayədə Allah Subhanahu buyurur ki, qullarım səni məndən sorsalar, mən onlara yaxınam. Dua edən duasını dua etdiyi vaxt qəbul edərəm. Yetər ki, onlar da mənim çağrışıma səs verib iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Allah Azze və Cəllə özü haqqında soruşan qullarına nə ilə xəbər verir özünü? Yəni Allah Azze və Cəllənin bir çox sifətləri var, bir çox feillər var. Azizdir, hakimdir, kəbirdir, qafurdur, təvvabdır, afuvdur, razzaqdır və sayı bitə bilməyəcək qədər Allah Azze və Cəllənin sifətləri var. Rəbbimiz bu qədər sifətin içindən özü haqda soruşan qullarına duaları qəbul etmə sifətinə cavab verir. Dualara icabət etmə sifətinə cavab verir. Yəni düşün, sən birinə tanıtsan, çalışarsan ki, o insanın ən gözəl sifəti ilə, ən gözəl xisləti ilə onu qabağındakına tanıdırsan ki, o insan onu sevsin. Yəni mən bir qardaşım haqqında bir topluma şahid etsəm, deyərəm ki, qardaş, çox əxlaqlı müsəlmandır, çox gözəl müsəlmandır, təqvalı, elmli, yerini bilən müsəlman. Niyə? Ta ki o qardaşımı onların gözünə yaxşı edə bilmək, yaxşı şahidlikdə buluna bilmək üçün. Eləcə də Allah Azze və Cəllə özünü qullarına tanıda bilmək, qullarının özünü haqqını sevə bilməsi üçün özü haqqında soruşan qullarına cavab verir. Nə ilə cavab verir? Demir, mən şiddətli əzab verənəm. Demir, mən bol ruzu verənəm. Demir, mən tövbələri çox qəbul edərəm. Deyir ki, mən dua edərəm, duasını qəbul edərəm. Dua etdiyi anda onun duasını icabət edərəm. Vallahi əziz müsəlmanlar, bu ayət insanın qəlbinə su səpir. Yəni Allah Azze və Cəllə sanki hər anımızda çön,
yönəl mənə dua et deyir. Və xütbədə oxuduğum hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, dua müminin silahıdır. Yəni, bir insan üçün həyatda düşmənlərinə qarşı mübarizə aparmaq üçün ən lazım olan şeylərdən biri onun silahıdır. Və bizim düşmənlərimiz nədir? İnsi və cinli şeytanlardır. Və istər insi şeytanlar olsun, istər cinli şeytanlar olsun, istər onların maddi təsirləri, istər mənəvi, istər fiziki, heç bir fərqi yoxdur. Bütün bunlara qarşı bizim ən böyük silahımız nədir? Bizim Rəbbimizə dua etməmizdir. Bizim Allah Azze və Cəllə yalvarmağımızdır. Amma əziz müsəlmanlar, əgər bizlər bu silahı düzgün şəkildə istifadə etmək istəyiriksə, bu silahla gözəl atıcılıq qabiliyyətinə malik olmaq istəyiriksə, düşməni bu silahla vurmağı bacarmaq istəyiriksə, o İbn-i Qayyim Rahiməllahın dediyi kimi, o silahı tutan gözəl bir əl lazımdır. O silahı tutan sağlam bir əl lazımdır və vurma qabiliyyəti olan bir əl lazımdır. Silahın gözəl ola bilər, silahın keyfiyyətli də ola bilər. Amma sənin vurma qabiliyyətin yoxdursa, sənin dəqiq atma qabiliyyətin yoxdursa, o silah sənə fayda verməyəcək. Dua da belə dərzi müsəlmanlar. Dua öz-özünə bir silahdır və dünyadakı ən güclü silahdır. Və ondan ötə bir şey yoxdur ki, möminə fayda versin. Ancaq o duanın təsir edici gücü sənə qayıdır, qardaş. Sənin Rəbbinlə aranda olan bağa qayıdır ki, sənin Rəbbinlə yaxınlığın qədər o duanın təsiri ya öldürücü olacaq, ya yaralayıcı olacaq, ya da o şərri səndən dəf etmiş olacaq. Ona görə əziz müsəlmanlar, bəzən müsəlmanlar dualarına girələnə bilir və ya Allah Azze və Cəllənin ona icabət etmədiyini düşünə bilir və yaxud dua edirən duanın qəbul ola bilmir, düşünüb də ümidsizliyə düşür. Sanki zəifləyir, sanki ümidini kəsir və addım atmaqdan qorxur. Yox, əziz müsəlman, sən otur, araşdır ki, niyə mənim duamda təsir edici qabiliyyəti yoxdur? Çünki mənim Rəbbim vəd verib, mən dua edənin duasını dua etdiyi vaxt qəbul edəcəm. Rasulum ən güclü silahın bu olduğunu mənə bildirib, başqa şeyi mömin üçün silah bildirməyib, duanı mömin üçün silah bildirib. Bəs niyə mənim duam silah ki mənə fayda vermir? Niyə nəfsimə qarşı, insi və cinli şeytanlara qarşı bu silah mənə niyə fayda vermir? Boşluq mənim özümdə, əziz qardaşım. Sən nə zaman ki və ya mən nə zaman ki Rəbbimlə dualarım arasına günahlarımla pərdə qoyacamsa, nə qədər ki Rəbbimdən uzaqlaşacamsa, bu dualar Rəbbimin qatına qalxmayacaq. O günahlar, o duaların Rəbbimizin qatına getməsinə mane olur. Ona görə əziz müsəlman, istiğfarla Allaha tövbə etməklə bu dualarımızın qabağındakı maneəni qaldıracaq. Sanki o günahlar düşmənin əlindəki bir qalxana bənzəyir. Sən nə qədər vursan da onun qalxanı yerə sala bilmirsən. Və bunu yerə salmanın ən gözəl yolu istiğfar etməkdir, qalır. Allaha tövbə etməkdir ki, Allah Azze və Cəllə o qalxanı aradan qaldırsın və sən həm nəfsinə qarşı, həm də insi və cinli şeytanlara qarşı o silahından, o duandan istifadə edebilirsən və o dua sənin düşməni yerə sala bilsin. Əziz müsəlmanlar, dua bizim hər şeyimizdir. Yəni, dua bizim üçün elə bir məsələdir ki, bunun səbəbi ilə bütün səbəblərin bitdiyi anda necə peyğəmbərlər, necə salihlər, necə sahabələr Allahın izni ilə şərdən qurtulublar. Düşmənlərindən qorunublar və sıxıntı anında Allah onların sıxıntısını qaldırıb. Üzüntü anında Allah onların üzüntüsünü qaldırıb. Nə ilə qardaş? Duaları səbəbi ilə. Və Allah Subhanahu bunun səbəbi ilə onların qəlbinə bir mutmainlik qoyub. Məgər bizlər bugün bu mutmainliyə möhtac deyilmiyik? Məgər bizlər bu qədər sıxıldığımız bir vaxtda, günahların, fitnələrin, şərlərin çox olduğu bir vaxtda biz mutmain qəlbə sahib olmaq istəmirikmi? Əlbəttə ki, istəyirik. Və bunun gəlmə yollarından biri Allahın bizim dünyadayken dualarımızı qəbul edib, dualarımızı icabət etməsi və bizə istədiyimizi verməsi ilə olur. Az olmayıb həyatımızda. Bir şey istəmişik, Allah verib onu bizə, çox sevinmişik. Elhamdülillah. Demək ki, Rəbbim mənə duamı qəbul edir. Demək ki, Rəbbim məndən üz döndərməyib. Dünya və ya xura fərqi yoxdur. Bir şey istədim, Allah Azze və Cəllə mənim duamı qəbul etdi. İndi sən düşün ki, sən o dua məsələsini Rəbbinlə daha möhkəm bir hala gətirsən, sən dua etdikcə Allah verəcək. Sən dua etdikcə Allah verəcək və sən hər dəfə Allah sənə verdikcə utancından başını aşağı salarsın. Hər dəfə Allah sənə verdikcə Rəbbinə qarşı təzyimin artacaq. Hər dəfə Allah sənə verdikcə ona olan sevgin artacaq ki, nə gözəl Rəbbi. Nə istəyirəm mənə verir. Hansı sıxıntı olaraq məni qurtarır, içində olduğum durumu mənim üçün xeyirə çevirir. Sadəcə bu yerə gəlmək lazımdır. İstiğfarlarla Rəbbimizlə aramıza pərdə qoyacaq. Bütün səbəbləri tərk etməklə qulun bu yerə gəlməsi lazımdır. Allah Subhanahu ayədə buyurur ki, Furqan surəsində, əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Yəni, duanız olmasaydı, Rəbbim sizə nəzər etməzdi. Siz haqqı yalan saydınız, ona görə də əzab sizi rahat buraxmayacaq. Allah Subhanahu yəni, duası olmayan bir qövmə nəzər etməyəcəyini bizə bildirir. Yəni, duamız olmasa, Rəbbim bizi niyə mərhəmət eləsin? Duamız olmasa, Allah Azze və Cəllə niyə bizə bəxş etsin? Bu nə deməkdir, qardaş? Bu duanın nə qədər önəmli bir şey olduğudur. Bu duanın nə qədər əzəmətli bir şey olduğudur. Dünyada belə bizlər filan kəsi aramızda şəfaatçı boyu deyirik ki, o kəs olmasaydı mən bunu etməzdim. Biz
həmin şəxsin yanında o aliyə şəfaətçi qoyduğu şəxsin nə qədər önəmli, nə qədər hörmət sahibi olduğunu anlayırıq ki, normalda etməyəcək bir işi sırf o şəxsin xətrinə edir. Eləcə də dua Allah Azza və Cəllə mərhəmət etməyəcəkdi, onları nəzər etməyəcəkdi, amma dua səbəbi ilə Allah Azza və Cəllə bunu istisna edir. Mənim Rəbbim duaya bu qədər önəm verdiyi halda, Rasulullah sallallahu əleyhi və səlləm duaya bu qədər önəm verdiyi halda, mən müsəlman üzərinə fərzdir ki, duaya bu qədər önəm verim və Rəbbimlə danışmağı bacarım. Rəbbimə dua etməyi bacarım. Əziz müsəlman, dua sənin üçün elə bir şeydir ki, ən birinci müsəlman kimi ölməyə səbəbdir. Sənin İslamda qalmağına səbəbdir və sənin duan bütün həyatının başında olsa, onun tacı kimi olsa, onun altından şaxələn bütün budaqlar da bar verəcək, gözəl şəkildə meyvə verəcək və sən ondan faydalanacaqsan. İslamda imanda şübhəyə düşmüsən, Allah Azza və Cəllə yönələtsən. Ya Rabbi, mənim bəzi məsələlərdə qəlbimə şübhə gəlib. Şeytandan mənə vəsvəsə gəlib. Cəhalətimdən, elmsizliyimdən və qəflətimdən mən vəsvəsəyə düşmüşəm. Allah, onun vəsvəsəsindən sənə sığınıram. Allah, məni onun vəsvəsindən qurtar, məni nəfsimi şərrindən qurtar və məni imanda sabit et, ya Rabbi, deyə Allah Azza və Cəllə dua edirsən. Və sən bu duanda ixlaslı olduğun müddətcə, səmimi olduğun müddətcə Allah səni sabit edir, səndən o şübhəni dəf edir və o şübhədən sonra sənə yəqinlik verir. Sən bu dua məsələsini düzgün şəkildə həyatını yerləşdirə bilsən, Allah Azza və Cəllə müvəffəq olub bilmədiyin necə əməlləri səni müvəffəq edəcək. Allah yolunda çalışan müsəlmanlardan mı olmaq istəyirsən? Yerində oturduğun yerdə Allaha dua edəcəksən. Ya Rabbi, mənə bir qapı aç. Ya Rabbi, mənə bir yol göstər. Nə ilənsə müsəlmanlara fayda verim. Nə ilənsə İslam'a fayda verim. Heç nə elə bilməsən belə, qiyamət günü bu duanın səbəbi ilə Allah Azza və Cəllə ömrü boyu müsəlmanlara fayda verən, ömrü boyu İslam'a fayda verən bir insan kimi səni dirildər və sən bunu əzin alarsan. Necə ki, Allah elçisi sallallahu aleyhi və səlləm dediyi kimi, bir müsəlman sıdq qəlbən Allahdan şəhidlik istəyər və yatağında ölərsə, ona şəhid savabı yazılar. Bu bizə nəyə öyrədir, qardaş? Demək ki, əməldən öncə o əmələ niyyətlənmək, hazırlamaq və bunu Rəbbimizə istəmək lazımdır. Biz bilirik ki, bütün əməlləri müvəffəq edən Allah Azza və Cəllədir. Günahlardan səni qoruyan Allah olduğu kimi, səni salih əməlləri müvəffəq edən də Allahdır. Yəni, sən günahlardan Allaha sığındığın kimi unutma, qardaşım. İbadətlərin müvəffəq olmadan Allahdan istəyəcəksən. Bəzən biz bunu unuduruq. Günahlardan Allaha sığınırıq, günahların səbəblərindən Allaha sığınırıq, amma unuduruq. Bəzilərimiz bəlkə də axırıncı dəfə əlini açıb, ya Rabbi, mənə sənin evini həcc etməyə asanlaşdır deyə dua etməyib. Bəzilərimiz kasıbdır deyə, ya Rabbi, məni zəkat verən müsəlmanlara et deyə dua etməyib. Niyə, qardaş? Çünki Rəbbimiz barəsində bu vaxt gözəlcəni düşə bilmirik. Nəyə baxırıq? Əlimizin altındakı zahir səbəblərə. Yəni, mənim pulum varsa, gedim həccə. Və ya mənim pulum varsa, gedim zəkat verim. Amma halbuki, qardaş, sənin bugün pulun olmaya bilər. Sənin bugün maddi və fiziki şərtlərin səni o ibadətdən məhrum edə bilər. Amma sən dua etsən və Allah bu duana icabət etsə, ummadığın yerə sənə bir qapı açar, səni ummadığın yerdən bir ruzləndirər və sən bir də baxarsan ki, Allah sənə o ibadətə müvəffəq edir. İşin çoxmu səni yorur? Çoxmu məşğulsan? Evə gec gəlirsən, yorğun yatırsan, gecə namazına qalxa bilmirsən. Və sən elə düşünürsən ki, mən bu işlə bu şeyləri eləyə bilməliyim. Amma sən ixlasla Allaha dua edirsən, ya Rabbi, bədənimə qüvvət ver, mənim yuxum mənim üçün yüngülləşdir, məni müvəffəq et, bu yorğun halımla mən yanımı yatağımdan qaldıra bilim. Və baxırsan ki, Allah Azza və Cəllə o qədər yorğunsuluğun yanında Allah Azza və Cəllə səni müvəffəq edir, sən qalxsan ibadət edirsən. Əziz müsəlmanlar, məsələ Allahın səni müvəffəq etməsidir. Zahir səbəblərin heç bir önəmi yoxdur. Nə qədər insanlar var ki, insanlar rahat iş şəraitində, öz kondisionerli otağında, kostyumu əynində, mebelin arxasında, kreslosunda oturur, əlini ağdan qaraya vurmur. Amma bu insan həyatında fərzlərdən başqa bir ibadətə müvəffəq ola bilmir. İnsan zəkatdan başqa malına verməyə müvəffəq ola bilmir. Niyə? Çünki Allah onu müvəffəq etmir, qardaş. Yəni o insan ki, mini ilə gəzir, sakit otağında oturur, əli ayağı təmiz, axşam da tezdən gedib yata bilir, amma bu insan gecə namazına qalxa bilmir. Amma bu insan Allahın kitabını tilavət edə bilmir, amma bu insan malına verə bilmir. Nə qədər insanlar var, daş atır, hölgü hörür, fəhlə işləyir, iş görərkən Allahı zikr edir. Allahın kitabından ayətlər oxuyur, Allahın kitabını əzbərləyir, qulağına qulağızı taxıb Allahın dinindən bir şeylər dinləyir. Amma insanlar var, rahatsız şəraiti bunu eləmirlər. Demək, buradan nə anlıyor, qardaş? Allah Azza və Cəllə bizi müvəffəq etməsə, biz heç edə bilməliyik. Ona görə heç bir səbəblə baxmayacağıq. Nə yaşımıza, nə ağlımıza, nə malımıza, nə bədənimizə. Allaha dua edəcəyik. Ya Rabbi, məni sevib razı qalacağın, məndən qəbul edilən əməlləri müvəffəq et. İstər maddi baxımdan, istər fiziki baxımdan, istərsə mənəvi baxımdan. Və sən baxarsan ki, əksər insanların məhrum olduğu əməllərə Allah səni müvəffəq edib və sən heç vaxt bunu gözləməzsin. Sən deyəcəksən ki, subhanallah, yəni mən buna müvəffəq ola bilmişəmmi? Allah həmd olsun. Niyə? Çünki insan öz nəfsini zəif bilir. İnsan öz nəfsini günahkar görür. Başqalarında görürsən, deyirsən, əlhamdülillah, o təqvalıdır, edə bilir. Mən edə bilmirəm. Amma elə deyil, qardaş. Sən Allahdan istə. Zaten Allah Azza və Cəllə onsuz da özü bizə ibadət etməyə əmr edib.
Özü bizə onun zikrini uca tutmağı, daim onunla məşğul olmağı əmr etdiyi halda heç olarmı ki, sən Rəbbindən istəyəsən, amma Allah Azza və Cəllə sənə verməsin? Nəbi sallallahu əleyhi və səlləm buyurur ki, elə bir müsəlman yoxdur ki, Allah Azza və Cəllə dua etməsin və bu üç şeydən biri onun başına gəlməsin. Ya Allah Azza və Cəllə o istədiyi şeyi axirətdə daha xeyirlisini əvəz edəcək, ya Allah Azza və Cəllə istədiyi şeyi ona verəcək, ya da Allah Azza və Cəllə bu duası səbəbi ilə onun mislində bir şərri ondan dəf edəcək. Əziz müsəlmanlar, yəni bu cür oturduğumuz yerdə rahat bir şəkildə nemət harada var? Yəni heç nə olmasa belə səndən onun mislində bir şər dəf olur. Məgər həyatımızda şərlərin olmasından şikayətçi deyilmiyik? Məgər həyatımızda xəstəliklərin, ruzisizliyin və ya cəhalətin və ya digər mənəvi, maddi, fiziki xəstəliyin olmasından şikayətçi deyilmiyik? Vallahi şikayətçiyik. Allah Azza və Cəllə bu dualar səbəbi ilə onlardan hər hansı birini səndən qaldırır. Və sən elə bilirsən ki, sənin duan qəbul olmadı. Yox, qardaş. Nə qədər bəlalar var ki, dua səbəbi ilə insandan dəf olur. İbn-i Qayyim rahimehullah Ət-Dəva kitabında nə deyir? Yəni, bəzən dua ilə müsibət yarışırlar. Qiyamətə qədər bəzən yarışırlar. Bəzən dua güclü olur, sənə gələn bəlanı dəf edir. Bəzən bəla ondan güclü olur, dua onu zəiflədir, səni zəif şəkildə təsir edir. Bəzən də eyni güclü olurlar və qiyamətə qədər beləcə savaşırlar. Və sən bilmirsən, Allah Azza və Cəllə səndən nələri qaldırıb. Allah Azza və Cəllə səndən nələri döndərib. Vallahi, bir dəqiqəlik olsa, insanların gözündən pərdə qaldırılsa, Allah Azza və Cəllənin qeybdə insanlar üçün yazdığına insan baxsa, bəlkə insan utandığından ölər. Bəlkə insan Rəbbindən həyasını ölər ki, subhanallah lazım. Yəni, mənim Rəbbim mənim üçün nələr hazırlayıb, mənə nə qədər mərhəmətlidir. Amma mən nə edirəm? Mən hər şeyin zahirinə baxıram deyən, elə bilirəm ki, hər istədiyim verilməlidir, xeyir və ya xeyir deyil baxımdan. Elə bilirəm ki, məndən bir şey verilmirsə, demək ki, Allah mənə unudub, yox qardaşım. Rəbbim barəsində gözəl səndə ol. Daim dua edərkən bu hədisi ağlında saxla. Daim dua edərkən bil ki, ən alt təbəqədə səndən bir şər dəf olunacaq. Bəlkə də bu şərin səndən dəf olması sənin cənnətə girmənə səbəbdir, qardaş. Bəlkə bu şər səbəbi ilə sən ya etiqadi pozğunluğu yaşayardın, ya əməli pozğunluğu yaşayardın və ya Allah qorusun bir küfrə, bir şirkə düşərdin və qiyamət gününün səbəbi ilə cəhənnəmə girmiş olardın. Allah Subhanahu ayədə buyurur ki: "Ud'u rabbakum tadarruan və xufya innehu la yuhibbul mu'tadin." Rəbbinizə acizanə, həm də gizli bir şəkildə dua edin. Şübhəsiz ki, o həddə aşanları sevmir. Əziz müsəlmanlar, Allah Azza və Cəllə bizdən dua etməyimizi istəməsinə yanaşı bizə dua etməyi öyrədir. Rəbbinizə ən gözəl şəkildə gizlin və yalvararaq, Allah Azza və Cəllə qorxaraq, qabağında ürpərək Allah Azza və Cəllə qarşı dua edin. Rəbbimiz səsini qaldıran, insanları göstəriş yaparaq bu cür dua edib həyatına aşan insanları sevməz. Allah Azza və Cəlləyə qarşı xəşyət duymaq maksimum insanın zəlil durma sallamaqdır. Və insanın səsini qaldıra-qaldıra, bədəni rahat saxlaya-saxlaya, göstəriş edə-edə ixlasla dua etməsi mümkün deyil, qardaş. Xuşu içərisində dua etməsi mümkün deyil. İnsanın ən xuşu olduğu vaxt nə vaxtdır? İnsana ya şiddətli bir sıxıntı üz verir, insan bunun səbəbi ilə bütün mənliyin Allaha yönəlir, ya da sənə gözəl bir nemət verilir, sən necə şükür edəcəyini bilmirsən və oturub sevincini ağlaya-ağlaya Allaha həmd edirsən. Allah Azza və Cəllə dua edirsən, ya Rabbi, bu səndəndir, bu sənin fazlındandır, bu sənin rəhmətindəndir, mən bunu layiq olmadığım halda bunu mənə verdin. Əziz müsəlmanlar, Allaha dua edərkən, özəlliklə Allah Azza və Cəllədən müsəlmanlar üçün və İslam üçün yardım edərkən ən zəlli halımızı alacağıq. Ən zəlli halımızı, səsimizi qısacağıq, Rəbbimizin qabağında büküləcəyik, özümüzü onun qabağında zəl hala gətirib Allahdan aciz qullar halını istəyəcəyik. Bu Allah Azza və Cəllənin ona dua edən qullarında görmək istəyi sifətdir. Allah Subhanahu buyurur ki, ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin və onun adları barəsində üz döndərələri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. Rəbbimiz Azza və Cəllə bizə dua edərkən Rəbbimizin adlarından istifadə etməyi tövsiyə edir. Çünki Allah Azza və Cəllə ən gözəl adlara, ən gözəl sifətlərə malik olandır və onun sənası ucadır. Onun adları ən uca olandır və ona görə Allah Subhanahu deyir ki, istər Allah deyə dua edin, istər Rahman deyə dua edin, fərqi yoxdur. Yəni, bəzən Rəbbimizə duamızın içəriyinə uyğun bir şəkildə dua edəcəyik. Allah və Rasulü sallallahu aleyhi ve sellem belə dərdi. Yəni, sıxıntasanmı, səni sıxıntıdan qurtaracaq sifətlərə sahib Allah Azza və Cəllə dua edəcəksən. Ruzi sıxıntısını çəkirsən, Razzaq olan Rəbbinə dua edəcəksən. Və ya üzünə qapılarla bağlanıb, Əl-Fəttəh olan, bağlı qapıları qulların üzünə aça bilən Allah Azza və Cəllə dua edəcəksən.
ailəm mi yox, övladım mı yox, sənə nemətlər bəxş edilməyib, Əl-Vahhab olan Rəbbinə çağıraraq dua edəcəksən. Bu da qulun Rəbbinin ad və sifətlərini öyrənməsidir. Ona ad və sifətləri təvəssül etməsidir ki, bu da təvəssülün caiz olan, bəyənilən və müstəhəb olan yerlərindəndir. Həmçinin qulun tez-tez Rəbbinə adlarla dua etməsi, Rəbbini öyrənməsinə, onun adlarını daha yaxşı yadına saxlamasına və hansı adının həyatının hansı məqamında təzəlli etməsini bilməsinə kömək edir. Allah Subhanahu taala ayədə buyurur ki, biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə ailəsi ona qaytardıq. Üstəlik bir o qədər də əlavə etdik. Allah Subhanahu taala bizə Əyyub əleyhissalamdan xəbər verir. Yəni necə ki, bir zaman o Allah Azza və Cəllənin izni ilə xəstəlik tapmışdı və bu xəstəliyi illərlə çəkmişdi və nəhayət o Rəbbinə dua etmişdi. Ya Rabbi, şeytandan mənə bir sıxıntı toxundu. Sən rəhm edənlərin ən mərhəmətlisisən. Allah Azza və Cəllə dua etdi, Allahdan mərhəmət olunmağı istədi, Allah da onun duasını qəbul etdi. Və ona ondan aldıqlarını və bir o qədər mislini əta etdi qardaş. Bu bizə nə öyrədir? Bu bizə heç nə bitmədiyini öyrədir. Heç nə bitdi, tükəndi demək deyil qardaş. Bizim dünyavi ağlımızla, bizim dünyavi gözümüzlə hər şey bitə bilər. Artıq geri dönüşü olmaya bilər. Bu sənə və mənə görə belədir qardaş. Allah Azza və Cəllə üçün çətin, mümkünsüz, sıxıntı heç bir şey yoxdur. Bir şeyin olmasını istədikdə ona sadəcə ol deyər və o da olar. Nə qədər insanların etdiyi yersiz şahidliklə və ya bir həkimin xəstəyə qoyduğu diaqnoz səbəbi ilə Allahdan ümidini kəsən insanlar var. Belə deyil qardaşım. Yəni mənim Rəbbim o insanlara örnək verir. O cür insan ki, Allah onun əhlini, malını əlindən almışdı. Sağlığını, cavanlığını əlindən almışdı. Allah Azza və Cəllə onları da qaytardı. Bir o qədər mislini ona əfv elədi, ta ki, möminlərin qəlbində buna rahatlıq tapsın deyə. Həmçinin Allah Azza və Cəllə Yunus Aleyhisselam buyurur ki, biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq və biz möminləri də beləcə xilas edirik. Allah Azza və Cəllə başqa bir ayəti ilə biz möminlərin qəlbini su çəkir. Hansı sıxıntı olursa o qardaş, sənin duan sənin Rəbbin yanında şəfaətçin olacaq. Yəni Yunus Aleyhisselam kimi ondan daha mı şiddətli sıxıntı olacaq? Dənizin dibində, balığın qarnında heç bir səbəbin olmadığı yer qardaş. Sıxıntının ən şiddətli halıdır və zahir səbəblərlə onu oradan qurtaracaq bir şey yoxdur qardaş. Amma Allah Azza və Cəllə haqqında zənni, amma dərhal Rəbbinə qayıtması Allah Azza və Cəllənin onu qurtarması səbəbidir. Və bunu ancaq öz rəsuluna xas qılmır. Ayətin sonunda möminləri müjdələyir və beləcə biz möminləri də xilas edərik. Yəni, kim ki sıxıntı anda günahlarını etiraf edərək, tövbə edərək, Rəbbini birləyərək, onu uca tutaraq Allah Azza və Cəllə dua edər, onu çağırar, Allah Azza və Cəllə möminləri içində olduğu sıxıntıdan qurtarar. Həmçinin Allah Subhanahu taala Zəkəriyya əleyhissalamın başında buyurur ki, biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik. Öz övcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə bizə yalvarardılar. Onlar bizə mütəi qullar idi. Başqa bir peyğəmbər və başqa bir müjdə, başqa bir yöndən möminlərin qəlbinə su səpmək. Yəni, onların da zahir səbəbləri bitdiyi halda, qocalığın ən pik nöqtəsinə çatdıqları halda, zövcəsi qısır olduğu halda, ümidini itirmədən Allaha dua elədi. O səbəbləri bildiyi halda dua edir. Bu nədir qardaş? O bilirdi ki, o peyğəmbər idi. O Rəbbinin tərbiyəsini almışdı. O bilirdi ki, mənim insani ağlım üçün, mənim fiziki səbəblərim üçün bu mümkündür. Amma Allah Azza və Cəllə bir şey ol deyəcəksə, heç onun qabağında dayana bilməz qardaş. Yəni bizlər də bu rəsulların iman gətirdiyi kimi iman gətirəcəyik. Bizlər də onların yoluna gedən insanların Allahın ayətlərinə inandığı kimi bu cür inanacaq ki, ta ki sıxıntı anda Allah bizim qəlbimizi bilir. Yəni o sıxıntı anda nə qədər səbat göstərirsən, nə qədər Rəbbindən yardımı gözləyirsən, nə qədər ondan ümidi gözləyirsən, Allah Azza və Cəllə sənin qəlbini bilir və sənin ona təvəkkül etdiyin qədər, sənin onun haqqında yaxşı zəndə olduğun qədər Allah sənə yardımını göndərir qardaş. Və Allah buyurur ki, onlar ümid və qorxu bizə yalvarırdılar. Bu da onların dua etməsinin sifətlərindən və onlar deyib bizə mütəi qullar idi. Əziz müsəlmanlar, Rəbbimizə qarşı mütəi qullar olacaq. Ona dua edərkən ondan qorxan, onun rəhmətini uman, onu sevən, ona qarşı həssas olan qullardan olacaq ki, dualarımıza icabət edilsin, istiğfarlarımız da bizdən qəbul edilsin və Allah Azza və Cəllə bu dünyada da qiyamət gündə bizim ayaqlarımızı sabit edə bilsin. Əziz müsəlmanlar, bizim Rəbbimiz kimi özünə dua etməyə müvəffəq edibsə, vallahi onu çox böyük xeyirlər vermişdir. Başda dediyimiz kimi, bizim edəcəyimiz dualar bizim düşünməyəcəyimiz xeyirləri bizi gətirməyə və bilmədiyimiz şərləri bizdən uzaqlaşdırmağa qadirdir. Amma biz müsəlmanlar duanın ədəblərini bilmədiyimiz üçün, günahlarla Rəbbimizlə aramıza pərdə qoyduğumuz üçün biz günlərlə, aylarla, bəzən də həftələrlə
həftələrlə, bəzən aylarla dua etmədən məhrum oluruq. Belə olmaz qardaşım. Bir müsəlman günlərlə dua edə bilmirsə və ya həftələrlə dua edə bilmirsə qorxacaq. Niyə Rəbbim mənə özünə dua etməyi müvəffəq etmir? Yəni, niyə Rəbbim mənim ondan istəməmi mənə müvəffəq etmir? Halbuki, Allah elçisi sallallahu əleyhi və səlləm deyir ki, kim dua etməzsə, Allah onu qəzəb edər. Qorxmursan mı qardaşım? Yəni, günlərlə, həftələrlə əlini Rəbbinə atmamaq nə deməkdir? İstiğfar etməmək nə deməkdir? Dua etməmək nə deməkdir? Qorxmursan ki, Allah azza və cəllə səni nəfsinlə baş-başa buraxar. Qorxmursan ki, səni qəzəb edər və səni qiyamət günü səni cəhənnəmə atar. İnsanın istəməməsi hal dilinin özünə ehtiyatsız göstərməsidir qardaş. Halbuki biz nə oxuduq? Rəbbimizin qabağında acizanə şəkildə Allah'a dua edəcəyik. Acizanə nə deməkdir? Heç sənimiz yoxdur ya Rabbi. Biz sənə möhtacıq. Necə ki, Qudsi bir hədisdə Allah Subhanahu nə deyir? Mənim hidayət etdiklərimdən başqa hamınız azğınlıqdasınız. Mənim yedirdiklərimdən başqa hamınız çılpaqsınız. Mənim yedirdiklərimdən başqa hamınız açsınız. Nəfəsdə Allah azza və cəllə ehtiyac, yeməkdə ona ehtiyac, suda ona ehtiyac, yaşamaqda ona ehtiyac, gözünü açıb yummamaqda ona ehtiyaclısan qardaş. Necə ola bilər ki, bu qədər ehtiyacın içində biz saatlarla, günlərlə və ya həftələrlə Rəbbimizdən uzaq düşə bilirik. Bu da əziz müsəlmanlar, şeytanın bizim Rəbbimiz barəsində bizi qəflətə salmasıdır. Halbuki insan nə cür bir Rəbbin olduğunu dərk etməyə başlayanda istəyir ki, daim Rəbbi ilə söhbət eləsin. İstəyir ki, daim Rəbbinə şikayətini, problemini ərz eləsin. İstəyir ki, Rəbbinə dua etməyin qəlbi mutmainliyi tapsın. Azmı olub həyatımızda, sıxıntı anlarımızda, dünyanın bizi sıxdığı anda, ibadətlərin ağır gəldiyi anda, əhlimizin bizi əziyyət etdiyi anda çəkilib bir kənar Rəbbimizlə söhbət edirik və Allah Subhanahu taala qəlbimizi rahatlıq qoyur. Az insanlar yoxdur qardaş, həbsxana otaqlarında və ya əsirlikdə və ya sürgündə və ya xəstə yataqlarında inilləyərkən, əziyyət çəkərkən Rəblərlə söhbət edirlər və Allah azza və cəllə onlara mutmainlik verir. Amma nə qədər sağlam olan, əmniyyətli olan insanlar var ki, onlar ölürdülər qardaş. Onların qəlbləri daşdır və onlar Rəbləri ilə söhbət etməyi bacarmırlar. Və bilək ki, rahatçılıq anında Rəbbinə dua etməyi bacarmayan müsəlmanlar, Rəbbi ilə söhbət etməyi bacarmayan müsəlmanlar sıxıntı anında Allahın onlara duaya müvəffəq etməsini gözləməsin. Çünki sən rahatçılıq anında Rəbbini zikr etmədikdə, Rəbbindən istəmədikdə Allah azza və cəllə sən sıxıntı anında düşəndə də Allah səni baş-başa buraxacaq. Ona görə əziz müsəlmanlar, bu barədə biz diqqətli olaq, özümüzə çəki düzən verək, bir daha duanın bizim Rəbbimizin və onun elçisinin yanında nə demək olduğunu özümüzə xatırladaq ki, ta ki bu cür əzəmətli ibadətdən məhrum olmayaq. Unutmayaq ki, digər bütün bəkləntilərimiz, gözləntilərimiz məhz duamız səbəbi ilə. İstər uxravi, istər dünyavi, istər maddi, istər mənəvi, istər fiziki, nə sıxıntı varsa, nə gözləntimiz varsa, sadəcə bir dua səbəbi ilə Allah bunları sənə verməyə qadirdir. Ona görə əziz müsəlman, sıxıntının çıxışı başqa yerdə axtarma. Kimlərinsə yanında axtarma, hansı yerlərdə axtarma. Rəbbinə yönən, vallahi o səni görür. O mənim sənə mərhəmətli olduğumdan qat-qat daha mərhəmətlidir. O sənə, sənin anandan və atandan daha mərhəmətlidir. O səni sevir, sənə şah damarına yaxındır, sən onu yalvarmağını istəyir. Və xaliq olan odur, məxluqunun onu yalvarmasını istəməsi də onun haqlarındandır. Ona görə əziz müsəlmanlar, Rəbbimizə dua edək və dua edək unutmayaq ki, Rəbbimizin bizim duamıza ehtiyacı yoxdur. Bizim ehtiyacımız var ki, bol-bol ona dua edək, o da bizə mərhəmət etsin. Bütün məxluqat Allaha kafir olsa, Allah azza və cəllə qarşı heç bir şeyin zərər verə bilməzlər. Allah azza və cəllə ğanidir, bütün insanların qoşduğu şirklərdən, etdiyi küfürlərdən zəngindir, ucadır, tərifə layiq olandır. Biz naqis qulların ehtiyacı var ki, gecə-gündüz Allaha yalvaraq, Allahdan məğfirət, Allahdan bağışlanma deyək. Mən də istəyirəm ki, Allah azza və cəllə mənim və sizin dualarınızı qəbul etsin. Həmçinin Allahdan istəyirəm ki, Allah azza və cəllə bizi qəbul edəcəyi duaya müvəffəq eləsin. Necə ki, Allah elçisi sallallahu əleyhi və səlləm qəbul edilməyən duadan Allaha sığınırdı. Çünki duanın rədd edilməsi həqiqətən qul üçün bir müsibətdir. Nə qədər duamız rədd edildi qardaş? Nə qədər duamız bizə verilməyib? Nə qədər istəyimiz bizdən alınıb? Niyə? Günahlarımızın səbəbinə, qəflətimizin səbəbinə, Rəbbimizlə baş-başa qalmağı bacarmamağın səbəbinə. Əziz müsəlmanlar, özünüzü, ailənizi və ətrafındakı müsəlmanları duaya təşviq edin. Dua ədəbini formalaşdırın. Müsəlmanlar bəzən sıxıntı içində ən son handa gəlib dua etməyi bacarırlar. Sıxıntının ilk anında ona zəng, buna zəng, filan kəsin yanına getmək, filan kəsin yanına getmək. Halbuki Rasulullah sallallahu əleyhi və səlləm sıxıntının ilk anında əllərini qaldırar göyə və Allah azza və cəllə dua edərdi. Yəni Bədir kimi sıxıntı bir gündə ilk anda etdiyi əllərini Rəbbinə qaldırıb Allaha dua etməsi ki, ya Rabbi, sən bu gün bunları burada həlak etsən, yer üzündə səni ibadət edən biri qalmaz. Yəni bizə Rasulullah sallallahu əleyhi və səlləm öyrədir, sıxıntının ilk anında elhamdülillah deməyi və Allaha dua etməyi bacarmaq lazımdır. Sıxıntının ilk anında bütün ah-naləsini ortaya qoyub, bütün fiqan fəryadı qoparandan sonra elhamdülillah qədər deyib keçmək bu insanın özünü aldatmasıdır və belə üsyan edən
belə asilə insanın əlbəttə duası qəbul olmaz. Önəmli olan sıxıntı sənə gəldikdə Elhamdülillah alə kulli həll deməyə bacarmaqdır. Hər halda Allah həmd olsun. Niyə hər halda Allah həmd olsun? Çünki sən etiqad edirsən ki, bu sıxıntı Rəbbin izni ilə sənə üz verib. Və o bunu sənə üz verməsini istəyibsə, vallahi ki, burada xeyir var. Ya bu sənin günahların səbəbi iləndir, Allah sənin günahlarını tökür. Ya da sənin üçün bir imtihandır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cənnətdə elə dərəcələr var ki, qul salih əməllərini ora qalxa bilmir. Ora çata bilmir. Allah azze və cəllə onu imtihana sala çıxarda, onun dərəcəsini qaldırır. Demək ki, bu, Rəbbimizin bizə xeyir istəməsidir. Məyər bizlər, Ər-Rahim olan Allah azze və cəllənin bizə anamızdan, atamızdan daha mərhəmətli olma etiqad etmirikmi? Etiqad edirik. Demək ki, sıxıntı anda da necə ki bizlər valideynimizin bizim xoşumuza gəlməyən, amma bizim islahımız üçün, xeyrimiz üçün etdiyi bir addımı normal qəbul edə bilirsə, indi düşün ki, alimlərin Rəbbi olan Allah sənə hər kəsin daha mərhəmətli. Qeyb aləmin, elmin alimidir, hər şey biləndir, o bu işin sonunda nə olacağını bilir, ona görə də qəlbi rahat tut qardaşım. Allah dua etməyə bacar, Allahdan ümidini kəsmə, Allah haqqında pis sənə düşmə. Allahdan istəyirəm ki, Allah azze və cəllə ona sən əllərimizi geri qaytarmasın. Allahdan istəyirəm ki, Allah azze və cəllə ona xuşulu bir şəkildə, onun istədiyi bir şəkildə ona dua etməyimizə nəsib etsin. Və Allahdan istəyirəm ki, Allah azze və cəllə daim dualarımız səbəbi ilə başqa zikr etdiyimiz 3 şeydən birini bizə versin, günahlarımız səbəbi ilə o daim bizdən rədd eləməsin. Allahümmə əmin, Allahümmə əmin.